Salam, mən Valeh Qasımov. Sizin çox sayılı müraciətlərinizi nəzərə alaraq bütün böyük zavodlarda işlənən peşləri mini formasını öz seximizdə istehsal edirik. Bizdə tikinti, təmir və satış da vardı. Deməli, İlyas bəy, peçin qapısını aç. Peçimizin uzunluğu 4 metr, iç genişliği 98 santimetrdir. Cəhənnəm bölgəsi 90, xalodni zona isə 60 santdır. Peçimizin demoxodu kərpiclə hörülmüşdür. Kərpiclər Rusiya istehsalıdır. Bütün kərpic növləri Rusiya istehsal kərpiclər də var bizdə. İran və qardaş ölkə Türkiyədən gələn kərpiclərimiz var. İstəyən müraciət edə bilər. Deməli, bizim peçimiz inşallah mazutla işlənəcək. Murtuz bəy, salam. Deməli, burada peçimizin çəni yığılır. Çən 1.80-in 1.50-dir. Və bizim peşdən çıxan katinka, məftil bu stanoklardan çıxacaq inşallah. Birinci stanoklarımız deməli ki, mərdanələr düzünədir, şaquli vəziyyətdədir. İkinci stanokumuz isə yastı vəziyyətindədir. Bir dənə də qabaqda inşallah virajımız olacaq. Allah'ın izni ilə bir həftəyə bizim bu sexdə katinka və 60 metr boyunda 8'li məftilimiz istehsal olunacaqdır. Bu da bizdən inşallah ilk olsun. Murtuz bəy, çox sağ ol. Haqqını halal elə qardaşım.